var bir uşaqla, iki uşaqla. Neçə illər bundan əvvəl kimi eşitmişəm ki, məsələn, qardaş alıb o birisi qardaşın, rəhmətə gedən qardaşın ailəsinə ailə qurub. Bu hamısı səbəblər var idi ki, əxlaqsızlıq olmasın. O vaxt Sovet dönəmində sırf boşanmaların qarşısının alınmasının səbəbi əxlaqsızlığa görə idi. Bu günlər cavan-cavana ailələr dağılır. Sonra eşitirsən ki, məsələn, əxlaqsızlıqdan, yəni çox artıb əxlaqsızlıq. Hamısı boşanmalara görədir bu. Bu günləri dövlət bunun qarşısını almalıdır. Nə bilim, cərimə kəsilməkdir, nədir, yox. Məsələn, cəmiyyət də, bir də dövlət də bunun qarşısını almalıyıq. Necə, qarşısı necə alınmalıdır? Deyək ki, məsələn, siz bir vətəndaş olaraq nə təklif irəli sürərdiniz? Mən Aqil bəy, beləncə, məsələn, məhkəmələrimiz buna ciddi baxmalıdır. Bir də ki, mən, yəni, keçən dəfədə mən asan xidmətə çəkiliş edib göndərmişdim. Yəni, mən bu günləri həkimlərimiz, məsələn, mən bir neçə adam tanıyıram, 22 yaşında, 23 yaşında ailə quran cavan oğlanlar gedəndən bir il sonra hamısının narkoman olmaq üzrə çıxdı. Hətta birinin reabilitasiya mərkəzində gündəliyinə yazdığı 9-cu sinifdən dərman atırmış. Onun mən qarşıma çıxdı, 9-cu sinifdən dərman atırmış. Yəni bu günləri ən çox boşanmaların səbəbi narkomanlıqdır. Narkotikin üzündən çoxsu boşanır. İndi başa düşürəm, xəyanət söhbəti də var, amma ən çox boşanmaların səbəbi narkotikdir. Narkotika görə çox şeylər dağılır. Həkimlərə gedirlər, sonra asan xidmət, nə bilim, icazə verir. Asan xidmətdə narkoloji test yoxdur, amma balnisalar gedirlər. Bu günlərdə kim nə bilir? Gedir balnisada həkimlə necə münasibəti olur, nətər olur, sağlam arayışlar gətirirlər. Ancaq məsələn, o tanıdığım adam da sağlam arayış gətirmişdi. Demək 9-cu sinifdən narkotik qəbul edirmiş, dərmanlarla, digərlərini. Sonra da 6 ay reabilitasiya mərkəzi ailəsi dağıldı həmin adamın. Həmin oğlanın ailəsi dağıldı. Yəni niyə gedib həmin həkimləri, nə bilim, o asan xidməti, aidiyyatı qurumları məhkəməyə verməli ki, o valideyn ki, siz niyə cəmaatın övladını bədbəxt eləmişsiniz? Gedib məhkəməyə verərdi, ictimailəşdirər. Əslində mən asad xidmətlərdən xahiş elədim ki, asad xidmətlərdə ümumiyyətlə narkotest orada olunsun. Asad xidmətdə narkotest yoxdur. Bu zaks var, amma narkotest yoxdur. Məsələn, onları orada tətbiq eləmək lazım ki, orada korrupsiya yoxdur, orada özbaşınalıq yoxdur. İndi Allahla danışaqda asan xidmətlərdə rüsum nədir onu eləyirlər. Bunları tətbiq eləmək lazımdır asan xidmətlərdə. Bunlar olsun, narkomanlıq olmasın. Yəni, bizim böyük problemimiz Aqil bəy. Bir məhkəmələrimiz, dövlətimiz buna diqqət ayırmalıdır. Bizim hara gedirik belə getməklə? Yəni, çox bərbad vəziyyətdədir dövlətimiz. Yəni, biz 30 ilin içərisində, 35 ilin içərisində, 90-cı ildən bu yana, gör, yəni, axı o millət deyirik biz. O vaxt boşanma qoymurduq, hətta valideyn bilir ki, evladının günü xoş deyil, orada deyildi, qızım dözginə. Dözginə hər şey yaxşı olacaq. Valideynlər, indi valideynlər də biraz fərqlidir. Qıza bir şeylər dəyən kimi və yaxud danlaq olan kimi gedib boşaltdırırlar. Bu da nəticə nədir? Hamısı boşanmalarda nəticəsi axırda əxlaqsızlıqdır. Budur. Yəni, bax, sizcə boşanmanın neçə faizi əxlaqsızlıq, neçə faizi sosial problemlər, neçə faizi məişət problemləri, qaynana, qaynata, baldız, nə bilim, qayın müdaxiləsi ilə təqribən, yəni bir vətəndaş olaraq özünüzdə hansı faiz bölgüsü çıxara bilib təqdim edə bilərsiniz, təqribən? Aqil bəy, Azərbaycanda, yəni boşanma söhbəti var, Azərbaycanda ən çox iki haldan başlayır. Bir xəyanətdən başlayır, bir də narkomanlıqdan başlayır. Bu, yəni baldız, qaynana, zar, bunlar o dönəm getdi. Yəni, indi o bəd qaynanalar yoxdur. İndi elə bir qaynatalar yoxdur. O dönəmlərdə idi, Sovet vaxtında idi o, necə deyim, hökümlü qaynanalar, qaynatalar. İndi elə bir hökümlü adamlar da qalmayıb. Amma höküm vardı, o höküm deyildi. O həm də ailənin, belə deyək də, ailəni qoruyurdu o höküm. Ailəni idarə edən şəxslər idilər. O vaxt da vardı belə şeylər, amma ki, o vaxt da boşanmaq istəyənlər yox idi. Sadəcə olaraq qınaq var idi. Yəni, insanların qınağı vardı. Filankəsin qızı boşandı. Heç bir ata onu qəbul eləmirdi. Heç bir ana onu qəbul eləmirdi ki, boşanma olsun. Boşanmalar onun bacısı boşansın, qızı boşansın, əqrəbə qızı boşansın. Nə gərək olan bir şeydir ki? Bu boşanmaların nəticəsini hamısını görürük ki, nələri aparıb çıxardır. Yəni o vaxt heç bir güya o vaxt da çox idi. Amma valideynlər istəmirlər evladların adına elə söz çıxsın. İndi çox adiləşib, bunun da qarşısını almaqdan ötürü yəni dövlət
məhkəmələrimiz də, insanlarımız da bunun üçün insanlarımız da dəyişilməlidir. Yəni qoymamalılar qızları belə boşansın. Bu narkomanlıq imkan vermir. Heç bir qadın istəməz, kişi istəməz ki, qızın narkomandan bir ailədə olsun. Bir də mən veteranlıq haqqında deyim Aqil bəy. Yəni bizim veteranlarımız 80 manat əmək veteran pul alırlar. Mənim babam 41-45-in veteranı idi. O vaxt bizdə belə bir şey vardı. Qaz yox idi. Amma işığa görə güzəşt var idi. Babam veteran olduğu üçün işıq pulu bizdən az miqdarda alınırdı. Yəni çox miqdarda işıq pulu alınmırdı. Yəni o vaxtı belə güzəştlər vardı. Hətta belə şey bəlkə indi xatırlayırsınız, Subut müəllim dəqiq xatırlayar. O vaxtı hətta veteranlar üçün atelinə yağ gəlirdi. Yadımdadır. Mənim hər iki babam müharibə veteranı olubdu. Birinin ayağın top aparmışdı müharibədə, o birisi də yaralanmışdı. Xatırlayıram. Hətta Zaporojye maşınlar verirdilər, yağ verirdilər, növbəsiz filan yadımdadır. Yəni benim güzəştlər olsun, 80 manata da dəyməsinlər. Yəni imkan varsa 10 kilovat işıqdan kömək eləsinlər, 20 kub qazdan kömək eləsinlər, amma o işıq puluna, o veteran puluna dəyməsinlər. Yəni nə olar ki, olsun da qoy bu veteran adını gəzdirən oğlan bilsin ki, mənimlə onun fərqi olmalıdır da. Yəni mənə də o güzəşt olunsun, ona da o güzəşt olunsun. Bu güzəşt olmalı ki, bu veteranlığına görə də bir fəxr eləməlidir. Amma bizim veteranlarımıza heç bir 80 manat gələ, o vaxtdan eşidirəm 80 manatdır. 90-cı ildən elə 10 manat, 20 manat bir qalxıb belə. 50 manat idi, qalxdı 80 manat oldu. Bu kişilər gəlib torpağı aldılar da elə 80 manatdır. Amma buna güzəşt olmalıdır. Heç olmasa müəyyən qədər də kubda qaz verilməlidir, müəyyən qədər kilovat işıq verilməli, yaxşı olur. Digər şeylər, yəni ki, yəqin ki, inşallah vaxtı fikirləşərlər onu eləmək, amma eləsələr yaxşıdır ki, amma diqqətdə deyirlər veteranlarımız, qazilərimiz o barədə diqqətdə deyirlər. Uzaq saxlayırlar bu belə şeylərdən. 80 manatda azdır. Düşünürəm ki, artırılmalıdır. Aqil bəy, inanırsınız o 80 manatı gözləyən insan var ki, bu 80 manatım gələndə mən aparıb sigaretimin borcunu verərəm. Və digər bir şeyin borcunu verərəm. Həm işıq vuraram. Bunu da düşünən, gözləyən insanlar var. O 80 manat böyük pul deyil. Amma qazilərimizə, veteranlarımıza o artıq olmalıdır. Ondan da artıq olmalıdır. 2 qat olmalıdır. Yalçın bəy, düşünürəm ki, bu sahədə çox ciddi problemlər var. Problemlərdən biri də, məsələn, orden medallarla bağlıdır. Deyək ki, Qarabağ ordeni alanlar, Zəfər ordeni bilirsiniz ki, ən ali nüfuzlu bir orden medallar alan şəxslər, deyək ki, heç bir güzəşt yoxdur onlara. Ya deyək ki, kimsə Qarabağ ordeni alıb və yaxud da ki, Zəfər ordenidir. Nə hərbçi sizə maaşına təsir edir, əmək haqqısına? Nələr var idi bir dənə Azərbaycan bayraq ordeninə 50% vardı, aklardan işlədiyin işin 50% aklardan pul gəlirdi, sonra onu da ləğv elədilər. O Azərbaycan bayraq ordeni var idi, elə bir güzəşt var idi, onu da ləğv elədilər. Yəni bayraq ordeni gəzdirmək nə deməkdir? Bu ordeni gəzdirirsən, amma buradan sən faydalana bilməyəsən. Əslində olmalıdır. Çünki hər hamıya bayraq ordeni verilmiş ki, qoy olsun bu boyda ordumuzdan 500 nəfərə, 1000 nəfərə. Ona əlbəttə ki, ona güzəşt olmalıdır. Digər, əgər mənim medallarımla onun fərqi yoxsa, da niyə verilib ki? Yəni ona olmalıdır, əlbəttə ki, onlara pul verilməlidir. Verilmir bu günləri, təəssüf ki. Yəni əvvəllər vardı, bayraq ordeninə güzəşt vardı, indi yoxdur. Çox təəssüflər olsun və inanırıq ki, yəni ki, bu problemlər də aradan qaldırılar. Artıq Azərbaycan-Ermənistan sülhə hazırlaşır. Sülh müqaviləsi olacaq. İndiyə qədər nə bilim 3-5 müharibə olub ermənilərlə və bilmək olmur. Bundan sonra yenə də ermənilər bizə təkcə söhbət ermənilərdən getmir. Digər sərhədyanı dövlətlərimiz var. İran, Rusiya, Gürcüstan. Yəni həmişə hər an biz torpaqlarımızı qorumağa hazır olmalıyıq. Ona görə də bir şey deyim. Bir mevzu da demək istəyirəm. İnanırsınız buradan deyil, nə qədər yəqin ki bizim də orada baxan tamaşaçılarımız var. Mən bu günləri çox, yəni mənim üçün maraqlı olan bir şeylər. Yəni insanlarımız bu qədər hələ də ayrılmayan insanlarımız var. Mən məktəbə gedirəm, orada birinci sinifin jurnalına baxıram. Birinci sinifin jurnalında hamı hələ ov gedir.
Mən inanırsız dəfələrlə dəyişmək istədim. Onu yəni Müdafiə Nazirinə getməli idim. Ailədən yoldaşımda da dəyişilməli idi. Öz familiyamın sonunu ovunu ləğv eləmək istəyirdim. O əmələ gəlmədi. Dedilər yəni Müdafiə Nazirindən sənədlər dəyişilməlidir. Ev növbəsi var, digər şeylərə görə dəyişə bilmədim. Amma bu günlər birinci sinifə gələn uşaqlar var. Hələ də valideyn onu ov yazdırır. İndi bəzi kənd sovetlərində o mavinlərdir, kənd sovetlərdə savadsız adamlardır. Bir valideynə də təklif eləmirlər ki, bu sənə aid deyil, bu nə Talışa aid deyil o familiya, nə Ləzgiyə aid deyil, nə Avara aid deyil, nə Udinə aid deyil, nə heç kimə aid deyil o familiyanın axırında olan ov. Bəlkə Udinlərə aid ola bilər, amma Avarlara, Çakurlara aid deyil, Talışlara aid deyil bu familiyanın sonu ov. Hələ də bugün millətimiz uşağını düşünmür ki, qardaş, mənim uşağımın familiyasını ov yazma. Lığlı şəkilçisi yazdır, soy şəkilçisi yaz. Amma qoyma ki, bunu, soy sözünü yazdır familiyanın sonunda. Hələ də bu günlər beləsinə problemlərimiz var. Erməni, Sovet vaxtı yan gedib familiyası, biz hələ ov olaraq da gedirik. Gürcüz familiyasını gedib, biz hələ ov olaraq gedirik. Orta Asiyada, türklərlə bizlər. Ömür boyu ruslaşdırmaq istədilər, bu beləsinə vəziyyətlərdir. Yəni bu mövzularda mən xalqıma həqiqətən də dəfələrlə buna üzr çalışıram, təbliğat aparıram, amma nəticə görə bilmirəm. Hələ yeni doğulan uşağa baxıram ki, doğum şəhadətnamasına ov yazdırıblar. Bunun da təbliğatını aparmağımı istəyərəm ki, bu təbliğat aparılsın. İnsanlar bilsin ki, insanlar gözləməsin ki, Sovet sədrli onun üçün onu oraya yazacaq. İnsanlar özləri bilməlidir bunu. Bunu da təbliğatını istəyərdim ki, həqiqətən aparılsın. İnşallah bu mövzunu da bir gün ictimailəşdirərik. Təşəkkür edirəm Yalçın bəy. Əlavə bir sözünüz varmı? Təşəkkür edirəm. Təşəkkür. Sağ ol. Əziz və hörmətli izləyicilər, Yalçın Cəbrayılov daimi izləyicimiz, ehtiyatlı olan hərbi qulluqçudur. Subut müəllim, siz... Bəli, mən istəyərdim ki, bu ailə modeli ilə bağlı bəzi məqamları qeyd edeyim. Həm də mənim indi bir yeni məlumat var Novella Cəfərovunun, eyni zamanda Fazil Mustafanın bəzi bu uşaqlarla bağlı sahibsiz, deyək ki, atası anası olmayan uşaqlar küçələrdə diləndirilən və onların pis vərdişlərə sövq edilməsi, bu uşaqların taleyi ilə bağlı bəzi məqamlar var. İstəyirəm onu da diqqətinizə çatdırım. Çünki çox vacib məsələdir, həyata əhəmiyyətli məsələdir. Mən qeyd etmək istəyirəm ki, ailə modelinin əlbəttə ki, təkmilləşdirilməsi, saflaşdırılması bu ən vacib məsələlərdən biri olmalıdır. Avropadan Azərbaycana bu günlərin idxal olunan ailə modeli, bu bizim əsl Avropa modeli deyil. İngiltərədə krallıq var da, düzdür? Fransada. Bəs niyə onlar ləğv olunmur? Niyə ləğv olunmur? Deməli, bir nəsil, bir şəcərə modeli var da, düzdürmü? Və yaxud da Rusiyanın özünün milli geyimi, milli ailə dəyərləri bəyəm Rusiyada yoxdur. Bəyəm Almaniyada yoxdur, Almaniyada ailə dəyərləri yoxdur. Niyə biz gedib, harada bir pis model var, onu gətirib Azərbaycana çıxardırıq?